Let's start again. Salam əziz tələbələr və ingilis dilini öyrənmək istəyən hər bir kəs. Bu günlər mən sizə xüsusi bir video təqdim edəcəm. Magistra 1 addım adı altında paylaşacağım bir videonu. 25 sualdır bu sual. Ümumiyyətlə bunlar nümunə testlərdir. Yəni bu testlər hansı ki qəbul imtahanlarından öncə deməli verilir və bu yöndə sualların düşəcəyinə dair insanda müəyyən bir fikir, düşüncə formalaşır. Okay. Ümumiyyətlə sizlərə 3 aşağıda link təqdim etmişəm. Mənim profilimdir, səhifəmizin English in Azərbaycan səhifəsinin profilidir, eləcə də YouTube kanalımızın profilidir. 25 sualdır bu sual. Mən bunu 5 hissədən ibarət videolara bölüb sizə təqdim edəcəm. Çünki istəyirəm ki, yəni suallar ətraflı biraz məlumat verim. Bu videoda uzun olduqca yəqin ki, baxılma sayı biraz az olacaq. Ona görə 5 əsas hissəyə bölüb sizlərə təqdim edəcəm. Vaxt itirmədən keçək demək birinci sualımıza. Birinci sualımız ümumiyyətlə isim mövzusu ilə bağlıdır. İsim mövzusunda mən bu mövzunu tamamilə bütün qrammatik qaydaları sizə video şəklində təqdim etmişəm. Burada biz ismin yeri çalı ilə bağlı olan sual tapşırıqlarını görəcəyik. Choose the correct variant. Whose boats are on the lake? Yəni kimin gəmiləri, qayıqları gölün üzərindədir. Burada mütləq ikinci hissə yəlik halda olmalıdır. Sadəcə olaraq yəlik halında olan isimləri və düzgün isimlər tapmaq lazımdır. Əvvəla biz baxırıq ki, Ted and Ben yəlik halında deyil. Nə üçün yəlik halında olan cavab seçməliyik? Çünki whose kimin burada yəni sual verir. Kimin qayıqları bizə deməliyik ki, məsələn filan kəsin, filan kəsin, filan kəsin, axırı ın şəkilçisi, axırı əgər bu yəli çal şəkilçisi varsa, demək ingilis dilində onun qarşılığı apostrof S-dir. Apostrof S olduğu üçün də biz bu aşağıda Ted və Ben'i götürə bilmərik. Digər variantlarda isə the Greens, Ted'i məsələn götürə bilərik. Ted'in demək və məsələn ola bilər, Ted'in və yaxud da Ben'indir. The Browns'undur. Yəni Brownlar ailəsinindir. İndi onu izah edəcəm. Burada nə üçün Greens cavabını səhv götürmüşəm? Burada məsələn görürsünüz ki, the Greens yazmışıq bura. The Greens, yəni bu səhvdir. Nə üçün səhvdir? Çünki the üzərinə ad və yaxud da soyad gəlirsə, düzdür, onlardan sonra mütləq feil plural, cəmdə olmalıdır. Yəni the Greens deyə yəlik hal formasında düzəlməlidir. Çünki burada topluluq bildirir. Ailənin bütün fərdlərinin ümumi adından söhbət edir. Yəni tək bir Green'in öz adından söhbət getmir. Keçirik ikinci suala. Match the two parts of the. İnanıram ki, yəni burada izah edə bildim. Yəni çünki the Green-lə 5-ci cavabımız səhv oldu. Digər cavabların 1, 3, 4, 6-cı cavablar doğru olduğu üçün biz bu cavabı götürə bilərik. Biz burada bir dənə onu qeyd edeyim ki, Ted's və Ben's burada apostrof S-lərdir. Yəni and-dən əvvəldə də S-dir, sonda da S-dirsə bu ikisinin ayrı-ayrılıqda ikisinin hərəsinin özünün qayığı var. Sonuncuda 6-cıda isə Ted and Ben's, yəni ikisinin ortaq bir dənə qayığı var. Keçirik ikinci suala. İkinci sualda bu match the words, two parts of the sentence. I wondered why the participants were unfortunately the students made training and it is pleasant to see smiling faces. Okay. Burada biz ümumiyyətcə onu qeyd eləmək lazımdır ki, saçla heç vaxt a little, a few, much, many işlənmir. Mən bunu qrammatik qaydaları təqdim eləmişdim sizlərə. Üzr istəyirəm burada. Okay. Demək, saçla demək burada yazmışıq saç a few, saç a little. Biz gördüyümüz kimi, yəni bu iki dənə demək sözlər ümumiyyətcə qrammatik cəhətdən səhvdir. 7 qalan B, C və D isə qrammatik cəhətdən doğrudur. Sadəcə yox, düzgün istiqamətləndirməliyik. Bir dənə də onu sizə qeyd edeyim ki, so üzərinə gəlirik sifət zərf, saçın üzərinə gəlirik sifət, üzərinə əsas isimdir. Sifət olmazdılar, amma isim mütləq olmalıdır. Okay, davam edirik burada. Demək, sualımızın bu hissəsində I wondered why the participants. Biz bilirik ki, participant iştirakçı deməkdir. İştirakçı sayıla bilən isimdir. Sayıla bilən isimlər heç vaxt little-la işlənmir. Mütləq ya few-la işlənməlidir, ya da little-la işlənməlidir. Üzr istəyirəm, ya da ki, a lot of-la işlənməlidir. Demək, burada biz seçirik ki, heç vaxt saçla işlənməz. Birinci variant nə üçün işlənməz? Çünki saç yenə deyirik, özündən sonra mütləq isim tələb eləyir. Amma biz burada participants were so few olmalıdır. Nə üçün so few olmalıdır? Çünki burada zərf mövqeyində çıxış eləyir və özündən sonra heç bir isim gəlmədiyi üçün so few olmalıdır. Birinci variantda C bəndidir. İkinciyə baxırıq. Unfortunately, the students made. Yəni bədbəxtlikdən
belə deyək də. The students, tələbələr daha az məşğələ etdilər. Burada baxırıq, training sayıla bilməyən isimdir və sayıla bilməyən olduğu üçün solidaldan istifadə olunur. Solidaldan istifadə olunur. Çünki training sayıla bilmir. 2 də B olur. Üçüncü variant, it is a pleasant to see smiling face. Smiling face. Burada görürsünüz, face sözü var, isim var. Düzdür? İsimimiz olduğu üçünsə biz mütləq burada saçı işləlməliyik, soy işlədə bilməliyik. Düzdür? Yəni buna görə də biz 3-ə D yazırıq. Doğru cavabımız da B bəndidir. Çox asan bir test tapşırığıdır. Burada da hər birini qeyd elədik. Keçirik 3-cü sualımıza. 3-cü sualımız ümumiyyətcə qrammatikaya əlaqəli bir şey deyil. Burada biz söz ehtiyatımıza güvənməliyik. Söz ehtiyatımız yaxşı olmalıdır ki, bu testi asanlıqla həll edə bilək. Customer alıcı deməkdir. Purchaser alıcı, seller satıcı, settler mühacir köçmən, sailor dənizçi və buyer alıcı deməkdir. Buradan bizim alıcımızın yalnız və yalnız bir demək antonim ola bilər. O da satıcı, seller sözünü seçə bilərik. Burada yəni elə bir qrammatik qayda yoxdur ki, üzərində qalaq. Yəni doğru cavabımız burada bizim B bəndi olur. B bəndi olur. 4-cü sual keçirik. Could you tell me how your neighbors saved the children by? Okay. Bu sual demək qaydiş əvəzliklərlə bağlıdır. Əvəzlik mövzusunda qaydiş əvəzliklərini araşdırsanız biz burada by üzərinə gəlirik. Hər hansı bir bura yazaq. By üzərinə gəlirik. Hər hansı bir qaydiş əvəzliyi, məsələn herself ola bilər və yaxud da myself ola bilər. Bu məsələn by herself olanda o öz başına, tək başına, by myself mən tək başına iş görmüşəm. Yəni tək başına mənasını verir və burada baxırıq cümlənin tərcüməsində. Could you tell me? Bu mürəkkəb cümlədir. 2 hissədən ibarətdir. Could you tell me birinci hissədir. How your neighbor saved the children by? Burada əsasən bizim, əsasən deyək ki, bizim neighbor'da bizim əsas isimimiz. Çünki biz buna əsaslanıb öz əvəzliyimizi seçməliyik. Əvəzliklər arasında baxırıq. Neighbor ümumiyyətlə üçüncü şəxsi ifadə eləyir. Neighbor, onun yerinə he də qoya bilərik, she də qoya bilərik. Amma my qoya bilmərik, you qoya bilmərik, I qoya bilmərik. Yəni belə bir digər əvəzlik qoya bilmərik. He ilə she-ni qoya bilərik və he ilə she-ni qoya bildiyimiz üçün himself, herself olur. Yadınızı saxlayın. Üçüncü şəxsin təkində, əgər hər hansı bir addır və yaxud da qeyri təkdədirsə, üçüncü şəxsin təkindədir. Üçüncü şəxsin təkinin əvəzliyinin əvəzedicisi kimi işlədə bilərsiniz. Could you tell me how your neighbor saved the children by himself ola bilər? Çünki biz cinsini bilmirik onun, yəni kişidir yoxsa qadındır və yaxud da herself ola bilər. Burada could you tell me qoyublar. Əvvəlin sizin çaşdırmaq üçün me da var, you da var. Elə bilərsiniz ki, yourself qoya bilərsiniz. Xeyr, burada əsas sual sizin qonşunuz, öz uşaqların tək başına necə qorudu? Qonşunun tərcümə ilə əsaslanıb tapa bilərsiniz. Qonşunuz demək uşaqların tək başına necə qorudu? Burada deyim ki, sən öz başına qonşuların uşaqlarını necə qorudun? Sən mənə deyə bilərsən. Yəni belə bir tərcümə var cümlədə. 5-ci cümlə və sonuncudur. Bu birinci partımızın sonuncu sualıdır. Choose the correct prepositions. These clubs provide various social and cultural activities. 3 nöqtə. Those who wish to most people similar demək interests. Okay, burada biz yenə deyirəm, qrammatika ilə bağlı elə bir şey yoxdur. Söz ehtiyatımız olmalıdır. Çünki söz önləri də qrammatika çox belə deyək, söz ehtiyatına əsaslanan bir mövzudur. Burada cümlənin tərcümələsi asanlıqla tərcüməsini çıxara bilərik. These clubs provide various social and cultural activities. Bu klub demək müxtəlif sosial və mədəni demək fəaliyyətləri təmin eləyir. O insanlar üçün ki to provide something for somebody ifadəsi var. For those, okay, yəni o insanlar üçün ki who wish to meet people with similar interests. Eyni maraqlı insanları, eyni maraqlı similar interests, with similar eyni maraqlı people insanları demək bir yerdə görüşdürmək üçün. Bu asan bir test tapşırığı əslində tərcüməsini bilsəniz. Və istəyirəm bir dənə test tapşırığını sizə təqdim edeyim və sonuncu test tapşırığı kimi bunu da bağlayaq. Bugünkü video materialımızı bağlayaq. Which definitions are correct for the word spring? Biz bilirik ki, spring sözünün görürsünüz artıq neçənci test tapşırığı ki, söz ehtiyatla bağlı. Spring sözünün iki mənası var.
bulaq mənası var, bulaq. Bir də var, demək, digər bir mənası, bilirsiniz, yaz mənası var. Yəni, a place, birinci definitionlar bilirsiniz ki, yəni açıqlaması deməkdir. A place where, demək, water comes naturally to the surface from under the ground. Yəni, yerin altından suyun üzərinə gələn bir şeydir. Yəni, bulaq dəqiqətən də yerin altından gəlir. Və ikinci, a place of land that is completely surrounded by water. Bu adanın tərifidir. Yəni, hər tərəfi su ilə əhatə olunmuş bir yerdir, torpaqdır. Yox, bu doğru cavab deyil. The season which trees are in blossom, çiçəklənən vaxtıdır. Ağacların həqiqətən düzdür. The season which precedes summer, yəni şeydən öncədir, yaydan öncədir. Bu da doğru cavabdır. Və sonuncusu isə the season between summer and winter, düzdür. Yayla qışın arasındadır. Amma when leaves change color and the weather becomes colder. Bu isə səhvdir, çünki yazda havalar soyumağa başlamır, əksinə isinməyə başlayır. Bugünkü demək 6 test tapşırığı izahını verdim. Geri qalanlarını da sabahları paylaşacağım və nəsə bir sualınız olsa yazmağı unutmayın altdan. İnanıram ki, izah edə bildim. Sağ olun, salamat qalın.